Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Hər birinizi salamlayıram. Gününüz xeyirli olsun inşallah. Allah itaət və ibadətlərinizi qəbul etsin. Mövzumuz Qur'an-ı Kərimdə imamət məsələsidir. Bura qədər biz Qur'an-ı Kərimdə imamət məsələsini müzakirə etdik və ümumi olaraq bu nəticəyə gəldik ki, Qur'an-ı Kərim Allaha itaət, Allahın Rəsuluna itaətlə yanaşı, üçüncü bir məqama itaətə dəvət edir. Bu məqam imamət adlanır. İmamət, yəni Peyğəmbərin canişini. Bu, ümumi bir qaydadır. Yəni, hər bir Peyğəmbərin bir canişini var. Və bu qayda heç şübhəsiz bizim Peyğəmbərimizdə də keçərlidir. Yəni, Həzrəti Muhammed Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm özündən sonra gətirdiyi dini heç bir formada rəhbərsiz öz başına buraxmamış, özündən sonra canişinlər təyin etmişdi. Bu canişinləri o Allah tərəfindən bəyan etmişdi. Yəni Allah tərəfindən gələn vəhyə əsasən bildirmişdir ki, səndən sonra canişinlər kimlərdir? Buna dair dəlillər həm Allah Rəsulunun sünnətində mövcuddur, yəni hədisində mövcuddur və eyni zamanda həyatında bu məqamı bildirmişdir. Eyni zamanda o Rəsulunun sonuncu möcüzəsi olan Qur'an-ı Kərimdə bu məqam barəsində çoxsaylı bildirişlər var. O bildirişlərdən də biri Maidə surəsinin 55-ci ayəsidir. Biz ümumi olaraq iki ayəni siz əzizlərlə müzakirə etdik, əgər yadınızdadırsa. Birincisi, Nisa surəsinin 59-cu ayəsi ulul əmr olaraq bilinir. İkincisi isə Maidə surəsinin 55-ci ayəsi ki, vilayət ayəsi olaraq məşhurdur. Ümumi olaraq biz bu iki ayənin ətrafında danışdıq. Bugün istərdim yekun olaraq Maidə surəsinin 55-ci ayəsi necə Peyğəmbərin canişini kimdir məsələsinə dəlalət edir. Və dəlalət bəhsini keçən bəhslərdə qısa olaraq müzakirə etdik. Önəmli olduğu üçün bir daha xatırladıram. Birinci metod, birinci yanaşma budur ki, biz bir ayəni oxuyuruq. Ayədə hər hansı bir şəxs, hər hansı bir mövzu bizim üçün qaranlıq qala bilər. Görəsən bu ayədə söhbət kimlə gedir? Əsasən, klassik yanaşma budur ki, gedək baxaq hədislərə, bu ayənin barəsində, ətrafında nazil olan hədislərə, şən, nuzula və s. Bəli, bu ayəni oxuyuruq, görürük ki, bu ayədə, məsələn, filan kəslərin adı var, deyirik ki, bu ayədə söhbət filan kəslərdən gedir. Məsələn, Maidə surəsinin 55-ci ayəsində həmən sual yenə formalaşır. Həqiqətən də sizin başdınız Allah, onun rəsulu və iman gətirən şəxsdir. İndi burada Allah məlumdur kimdir? Allah necə insanın rəhbəridir, o da məlumdur. Onun rəsulu kimdir, məlumdur. Onun rəsulu iman gətirənlərin rəhbəridir, o da məlumdur. İndi burada qaranlıq qalan vəlləzinə amenu ifadəsidir, yəni iman gətirən şəxs. İndi bu iman gətirən şəxs kimdir? Birinci yanaşma, yəni klassik yanaşma budur ki, biz gedək baxaq hədislərə. Hədislərdə kim üçün deyilibsə, deyirik ki, bəli, burada məqsəd, rəhbər o şəxsdir. İndi hədislərə baxırıq, 5 dənə hədis çıxdı. Burada hədislərin sənədinə baxırıq, dəlalətinə baxırıq və s. Yəni, mövzu Quran mərkəzlikdən çıxır, gedir yenə rəvayət mərkəzliyinə, yəni rəvayətlərin ətrafında artıq müzakirə edirik. Və dedik ki, bir çox kitablarda bu metodla mübahisə, müzakirə ediblər və çoxsaylı kitablar var. Öz yerində dolğundur, doğrudur. Onunla işimiz yoxdur. İkinci yanaşma bundan ibarətdir ki, biz ümumən hədislərin sorağına getmirik. Bu ayənin özünü digər ayələrə nisbət edərək təhlil edirik ki, Qur'an-ı Kərimin məntiqində, Qur'an-ı Kərimin baxışında rəhbərlik anlayışı nədir və Qur'an kimə rəhbər deyir? Aya Qur'an kafir olana rəhbər deyirmi? Yəni, müsəlmanlardan razıdırmı kafir olan bir şəxsi özlərinə rəhbər seçsin? Heç şübhəsiz xeyr. Yaxşı, müsəlman necə? Quran deyir, bax, o hansı müsəlmandır? Əgər fasiqdirsə, əgər zülm əhlidirsə, xeyr, bu da sənin rəhbərin ola bilməz.
Bəs kim? Bir müsəlman, adil, alim və sair xüsusiyyətlərə sahib olmalıdır. İndi biz bu meyarları, bu ölçüləri əlimizə alırıq və bu hədislərə baxırıq. Görək bu meyarlar bu hədislərin hansına uyğun gəlir. Yəni artıq burada biz ayəni mərkəz qərar veririk. Hədisləri ikinci dərəcə, üçüncü dərəcə artıq məqama yendiririk. Bizim təhlilimizə əsasən bu meyarlar dediyimiz kimidir. Rəhbər o şəxsdir ki, yalnız və yalnız adil, alim və peyğəmbərə oxşayan olmalıdır. Məqam etibarıyla peyğəmbərlik məqamına, yəni vəhy istisna peyğəmbərlik məqamına yaxın olmalıdır. Və buna əsasən biz deyirik ki, burada olan vəli kəlməsi heç bir formada dost, köməkçi və sair mənalarda ola bilməz, yalnız rəhbər mənasındadır. Buna dair bir çox dəlillər gətirdik. Əsas dəlillərdən də biri innəma ifadəsi idi, yəni həsr ifadəsi idi. Məxsuslaşdırmışdı. Həqiqətən də sizin rəhbəriniz Allah, onun rəsulu və iman gətirən şəxslərdir. İndi vəlləzinə amenu kimdir? Ayənin özündə bunun bir neçə xüsusiyyəti var. Yuqimunəs-səlat və yutunəz-zəkat və hum rakiun. Onlar namazı iqamə edərlər və rükû halında zəkat verərlər. Bu ayənin, yəni bu meyarı bizə kifayət edir ki, bu şəxsin biz kimliyini tanıyaq. İslam dünyasında heç bir şəxs İmam Əli əleyhissalamdan başqa rükû halında zəkat verməyib. Və bu ayədə bu məsələ məzəmmət olunmuyor və eyni zamanda ümumi bir prinsip olaraq da bildirilmir ki, iman gətirənlər rükû halında zəkat verin. Bəlkə bu məqama sahib olan şəxsin xüsusiyyətini bildirmək üçündür. Yəni, heç bir müsəlmana vacib və lazım deyil ki, rükû halında zəkat versin. Ümumən bu ayə onu demək istəmir ki, gedin rükû halında zəkat verin. Bu ayənin mesajı bundan ibarətdir ki, Allah onun rəsulundan sonra sizin rəhbəriniz bu işi görəndir. İslam hədislərinə, İslam tarixinə biz müraciət edirik. Görürük ki, bu şəxs yalnız Əli ibn Əbi Talibdir. Demək, buradan bu nəticəni alırıq ki, bu ayəyə əsasən möminlərin rəhbəri Allah, Allahdan sonra onun rəsulu və rəsulundan sonra Əli ibn Əbi Talibdir. Yəni, iman əhli Allah rəsulundan sonra özü üçün seçdiyi rəhbər yalnız Əli ibn Əbi Talib olmalıdır. İndi Allahın təqdim etdiyi rəhbər Əli ibn Əbi Talibdir. Allah bunu təqdim edib. İndi insanlar onun sorağına gedər, Allahın iradə və istəklərinə tabi olublar. Əgər Allahın iradə və istəklərinə tabi olmayıblarsa, onlar öz şəxsi istəklərinə əməl ediblər. Yəni, təsəvvür edin ki, Allah bir yerə peyğəmbər göndərir, təbii olaraq bu peyğəmbərə təslim olanlar da var, təslim olmayanlar da var. Yəni, Allah burada peyğəmbərdən sonra peyğəmbərin canişinini təqdim edir. Yəni, kimlərsə bunu özü üçün rəhbər tutur, Allahın iradəsinə təslim olur. Kimlərsə rəhbər tutmur, Allahın iradəsinə təslim olmur. Buna əsasən Şiyyənin baxışında imamət məsələsi, imamət anlayışı etiqadi bir anlayışdır. Yəni, fiqhi anlayış, əhkami anlayış deyil. Çünki etiqadi anlayış budur ki, burada iman və küfürdən söhbət gedir. Yəni, bir insan Allahın buyurduqlarına əməl edirsə, təslim olarsa, bu mümindir, ona qarşı çıxarsa, kafirdir. Bu, ümumi olaraq bu ayənin barəsində olan bizim təhlilimizdir. Əgər bir insan istəsə ki, geniş mütaliə etsin, mən bir dənə kitab məsləhət görərdim ki, Əl-Müraciət kitabına baxsın. Əbdülhüseyn Şərəfüddin Musəvi Amuli Əl-Müraciət kitabının 12-ci məktubuna, 37, 38, 39, 40-cı məktublarına və eyni zamanda 40-dan ta 44-ə qədər məktublarına baxaraq bu ayə barəsində müxtəlif sual və şübhələrə dolğun cavab tapa bilər. Allah hər birimizdən inşallah ibadət zahidləri qəbul etsin. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.